İnsanın çevrəsi önəmlidir, mühiti önəmlidir. Əli əleyhissalamın da sözü var, deyir ki, uşaqlar valideynlərindən çox zəmanələrini oxşayırlar. Zəmanə yəni nə? Mühit. Zəmanə yəni nə? Oturub durduğun adamlar. İnsan zamanəsinə daha çox oxşayır, nəinki valideyninə. Səbəb zahirindən yerilir. Və belə olanda da mühit insanı formalaşdırır. Amma daxili də şərtdir də insanı. O ki, qaldı insan ətrafa görə başqa cür aparır özünü. Onun da bir qaydası var, bunun yolu var. O deməkdir ki, cəmaat cəhənnəmə nə fikirləşsin, mən bunu belə eləyim, onda adamın abrı da gedər əldən. Amma bu məsələdə var ki, indi cəmaata görə mən düz bildiyimi də danmamalıyam axı. Ona görə elə şeylər var ki, vacib məsələlər var, vacib, mühüm məsələlər. O mühüm məsələləri etməlisən. Cəmaat nə fikirləşsin. Amma indi onun etməyin də yolu var ki, mümkündür eləyəsən, amma cəmaat heç pis fikirləşməsin. Bu da var. Biraz da ehtiyatlı olasan.